Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Qadın Saatı proqramındayıq. Hər dəfə olduğu kimi bu gün də çox maraqlı mövzumuz var və təbii ki, həmişə biz bu maraqlı mövzuları elə dəyərli və özümüzün xüsusi seçdiyimiz qonaqlarımızla müzakirə edirik. Studiyamızın qonağı Aytən xanımdır. Aytən xanım filologiya üzrə fəlsəfə doktorudur və demək olar ki, biz Aytən xanımla çox həmsöhbət oluruq. Bu gün isə bizim söhbətimizi siz də eşidəcəksiniz. Aytən xanım, xoş gəlmisiniz. Xoş gördük Sevinç xanım. Təşəkkür edirəm sizə dəvətiniz üçün. Aytən xanım, əsrlər boyunca qadınlar ədəbiyyatda fərqli obrazlarda nümayiş etdirilib. Olub ki, qəzəbli, olur ki, valeh edici və ya əzmli, cəsarətli, eyni zamanda bəli, gücsüz də göstərilmiş olur. Mənə çox maraqlıdır ədəbiyyatda qadın obrazları və əgər qonağımız filoloqdursa, bu gün qadınlarımıza ədəbiyyatdakı qadın obrazlarından danışacağıq. Yəqin ki, artıq başa düşdü izləyicilərimiz. Odur ki, söz sizdə. Bəli, düzgün vurğuladınız Sevinç xanım. Əslində bəşəriyyət yaranan vaxtdan ki, qadın üzərinə müxtəlif yüklər qoyulub, belə deyək. İstəyir bu ata xaqanlığı dövründə olsun, istəyir ana xaqanlığı dövründə olsun, fərqi yoxdur. Qadın cəmiyyətdə həmişə o üstün mövqedə olub. Yəni ədəbiyyat da cəmiyyəti əks etdirən ən mühüm vasitə olduğu üçün təbii ki, bu qadın mövzusu ədəbiyyatdan da yan keçə bilməzdi. Kifayət qədər də bədii əsərlər olsun, kifayət qədər ümumilikdə ədəbiyyatın hər sahəsində, hər növündə qadının rolu çox böyükdür. Sadəcə belə bir məqam var ki, mən belə başa düşürəm ki, verilişin adı Qadın Saatı olduğu üçün, yəni mən sırf ixtisas baxımından filoloq olduğum üçün siz çalışdınız ki, Bəli. mövzunu bu şəkildə göstərəsiz, amma məsələ burasındadır ki, məhz ədəbiyyatda yaranan o qadın obrazları da sırf cəmiyyətdə olan qadın obrazları idi əslində. Cəmiyyətdə qadın necə varsa, o ədəbiyyatda özün əksini tapırdı. Təbii ki, yəni yazarlar, yazıçılar hər zaman gördüklərini ədəbiyyata Bəli. gətiriblər. Məlum məsələ. Təbii ki, burada öz təxəyyülləri də böyük rol oynayır, amma bəzən də obrazlar niyə ideal görünür bizə? Gördükləri ilə düşündükləri qadınların obrazını yaradılar. Elə məhz obraz sözü də ondan irəli gəlir. Eynilə gördüklərini köçürtmürlər. Təbii ki, orada Bəli. yazıçının da öz təxəyyülü var. Bu da zaman baxımından fərqli olub. Məsələn, əvvəllər tarixən, belə deyək, Azərbaycan ədəbiyyatına diqqət eləsək, tutaq ki, sırf Nizaminin əsərlərindən nümunə gətirsək, görərik ki, oradakı qadın obrazları bir yönümlü idi. Yəni ideal qadın obrazıdırsa, bu həqiqətən də idealdır artıq. Bütün xüsusiyyətləri ilə təpədən dırnağa gözəl təsvir tərənnüm olunmuş bir qadın obrazı idi. Amma artıq zaman keçdikcə, belə deyək də, ədəbiyyatda artıq belə deyək də, o təbii obrazlar, necə ki, realizm gəldi ədəbiyyatımıza, təbii obrazlar başladı daha üstünlük olma. Orada artıq mənfi xüsusiyyətlər də verilirdi, müsbət xüsusiyyətlər də verilirdi. Yəni bu da normal bir şeydir. Əslində insan xarakteri budur. Cəmiyyətdə də bu belədir. Amma sanki çətin qəbul olundu. Əlbəttə ki. Biz ümumiyyətlə cəmiyyət olaraq hər şeyin ən gözəlini təqdim etməyi sevirik. Yəni bəzən bu hər yerdə belədir. Özümüz beləyik. Yəni əgər bizim içimizdə hər hansı mənfi xüsusiyyətimiz varsa, təqdim edəndə özümüzü təbii ki, onu demirik. Elə deyil. İnsan özünü ən gözəl xüsusiyyətləri ilə təqdim edir. Eynilə düşünürəm ki, ədəbiyyatda da elədir. Çalışdığımız qədər gözəl obrazları verməyə çalışırıq. Nə zaman ki, bu realizm keçdi işin içinə, yəni artıq önə çəkildi, sanki biraz tənqidlər baş qaldırdı. Bəli. Məsələn, ədəbiyyatda o səs-küy yaradan obrazlar var idi ki, təxmin obrazı idi. Hələ ondan əvvəl Sevil obrazı idi. Kifayət qədər səs-küy yaratmışdı zamanında. Yəni cəmiyyətdə qəbul olunmayan obrazlar idi bu. Yəni asanlıqla demək istədiyim budur. Asanlıqla qəbul olunmayan obrazlar idi. Və yəni dediyim kimi reallığa baxanda bu gün də var, dünən də olub, sabah da olacaq. Yəni bu cür qadınlar olacaq.
təbii ki. Amma bir məqam var ki, müsbət cəhətləri siz deyirsiniz, insan öz müsbət cəhətlərini, bəli, biz müsbət cəhətlərimizi cəmiyyətə təqdim edə bilərik, amma bəs öz vicdanımız, dəyərli insan odur ki, doğru insan odur ki, düzgün insan odur ki, o sırf öz vicdanı ilə təkbətək qalanda müqayisəni apara bilsin. Həqiqətən mən bu həyatda müsbət obrazam, yoxsa mənfi obrazam? Bunu Haqlısınız. Yəni insan bəzən özünə bir obraz kimi baxmalıdır. bəli, Necə ki biz filmə baxanda yad biri kimi, yəni onun və bəzən müsbət bir qəhrəman olursa özümüzü bənzətməyə çalışırıq. Mənfilərə təbii ki, içimizdə bir nifrət, bir kin bəsləyirik, amma o filmlər boşuna deyil, o əsərlər boşuna deyil. Bu gün pislədiyimiz seriallar belə bizə nəyisə deyir. Əgər bizim həqiqətən də öyrənmə gözümüz açıq olarsa, yəni maariflənməyə hər daim ehtiyac var, bilirsiniz, neçə yaşımız olur olsun, mütləq. ümumiyyətlə həyat daim bizə nəyisə öyrədir. Hər yaşda mütləq ki, həyatdan bir zərbə alırıq. Həmin o zərbələr də mütləq bizə nələrsə öyrədir və o obrazlar da boşuna deyil. Dediyim kimi, sizin də dediyiniz kimi, mütləq oradan çıxaracağımız bir pay var. İdeal qadın obrazları kimi hansıları misal çəkə bilərik və ya bu gün nümunə göstərmək istədiyimiz hər hansısa bir obraz varmı? Sevinç xanım, həyatda ideal heç nə yoxdur. Nəinki qadın obrazları. Nə ideal insan var, nə ideal qadın var, nə ideal kişi var. Hamının özünə görə, yəni hər yerdə bir müəyyən qüsur var təbii ki. Elə qadın obrazlarında da bu belədir. Həyatdakı real insanlarda da bu belədir. Və qeyd edirsiniz, ideal varmı? Baxın, bizim hamımızın nümunə götürdüyümüz, belə deyək də, Azərbaycan tarixinə də, ədəbiyyatına da çox böyük özünə yer tutan xanım obrazı deyəndə hamının ağlına gəlir Xurşud banu Natəvan. Kifayət qədər bəli, Azərbaycan xanımlığını simvolizə eləyən bir obrazdır, düzdür? Həm də real şəxsiyyətdir. Bəli. Xanım kimi xanım idi. Amma onun da zamanında belə deyək də özünə görə müəyyən çətinlikləri də olub, müəyyən bir belə deyək, o ağır dönəmləri də olub, həqiqətən cəmiyyətin ona baskıları da olub, kifayət qədər cəmiyyətin onu qəbul eləməyən məqamları da olub hətta. Ona görə də yəni ideallıq yəni nisbi anlayışdır məncə. Mümkün deyil ki, kimsə idealdır. Sadəcə olaraq mənim üçün ideal insan, ideala yaxın insan, qadın necədir bilirsiniz? İdeala yaxın qadın o qadındır ki, o heç kimin, başqa heç bir qadının pisliyini istəmir. Başqa heç bir qadının belə deyək də paxıllığını çəkmir. Başqa heç bir qadının kin bəsləmir və yaxud da ki, onun arxasınca danışmır, qeybətini eləmir. Mənim üçün şəxsən bir fərd kimi, bir müəllim kimi, bir pedaqoq kimi, belə deyək, bir ziyalı kimi, ən azından bir xanım kimi mənim üçün ən önəmli məqam bilirsiniz nədir? Bir başqa bir xanımın bilmədən başqa bir insanın haqqında xanım kişi fərqi yoxdur. Qeybət eləyirsə, onun haqqında danışırsa, onun arxasınca danışırsa, mənə elə gəlir ki, o sizdə üzr istəyirəm tamaşaçılardan, mən o bədənini satan qadınlardan beri aşağı səviyyədədir onlar. Bəli, təbii Yəni ki, onun həqiqətən fərqində olmurlar. bəli, Bizim üçün belə deyim bu də, belədir. bizim üçün əxlaq anlayışı sadəcə siz dediyiniz kimi bədən satmadan ibarətdir, amma əxlaq elə eyni zamanda da özünə Düşüncə, hakim olmaqdır. bəli. Düşüncə, bəli, düşüncə əxlaqsızlığı hər şeydən betərdir. Aytən xanım bir obraz yaratmış olsaydı, səhv etmirəmsə, hazırda dediyiniz kimi bir obraz yaradardınız, eləmi? Yəni Natəvan kimi. Yox, sadaladığınız kimi. Bəli, təbii ki. Yəni mənim üçün mən hər şeydən öncə bir xanımam, hər şeydən öncə bir anayam. Mən də qız övlad böyüdürəm və heç vaxt istəmərəm ki, mənim həyatda bəzən o qarşıma çıxan insanlar olub ki, xaraktersiz və şəxsiyyəti səviyyəsi olmayan insanlar, onlar gələcəkdə mənim övladlarımın da qarşısına çıxsın. İstəmərəm. Ya bunun üçün də mən çalışmışam ki, bir pedaqoq kimi həmişə yaxşı insanlar yetişdirim. Bəli. Ziyalı insan yetişdirmək o
bir müəllimin üstünlüyüdür. Amma mən müəllim olmazdan öncə bir xanımam, bir insanam axı. Ona görə istəyirəm ki, həmişə yaxşı insan yetişdirim birinci. Bəli. Eee, təbii ki, biz nə qədər də desək, amma mütləq ki, bizim övladlarımız o insanlarla qarşılaşacaq. Maarifləndirməkdə onsuz da məqsədimiz odur ki, cəmiyyət yaxşı olsun. Bəzən deyirlər ki, nə əldə edirsiniz? Çünki sözün əsl mənasında maarifləndirmə işləri görən insanlar bilirsiniz ki, nə təmənna güdür, nə alqış gözləyir, nə təşəkkür gözləyir və ya özünü hər yerdə göstərmir. Yəni sözün əsl mənasında dediyim kimi, cəmiyyətin cəmiyyətdə canı yanan insanlar həmişə özləri geridə, amma əməlləri öndə olur, və sual verirlər: "Nə olacaq ki? Nə əldə edəcəksiniz? Niyə özünüzü bu qədər yorursunuz?" Amma düşünmürlər ki, biz bu gün bir toxumdur, səpirik. Bunu sabah bəhrəsini, bəli, niyə özünü öldürürsən bu cəmiyyət üçün deyənlərin nəvə nəticələri, Görəcək. bəli, onlar görəcək. Mütləq görəcək Sevinç xanım. Yəni mən həmişə demişəm ki, biz başımızın üstündə Allah var və o Tanrıya inanmamız hansı dövrdə, hansı da din fərqi yoxdur. Həmişə o türk qövmü Tanrıya inanır və mən o Tanrının o ədalətinə inanaraq deyirəm ki, həqiqətən görəcək. Bir gün olacaq ki, məsələn, cəmiyyətimizdə o hal-hazırda bəzi o belə deyək də artıqlıq eləyən mənfilər o müsbətlərə yeniləcək. Sizcə bu yaradılan obrazlar, ümumiyyətlə təsvir olunan obrazlar bu gün qadınlarımıza yansıyırmı? Yəni o obrazlardan bir nəticə çıxarıb və ya özlərini bənzətmək istəyirlərmi onlara? Daha çox seriallara baxır deyə bu gün qadınlar və hə, gənclərdən bu gün soruşsaq ki, necə və kim kimi olmaq istəyərsiniz və onlar böyük ehtimal ki, hazırda yayımlanan hansısa serialın baş qəhrəmanını və ya hər hansı özlərinin seçdiyi bir obrazı göstərəcəklər. Amma doğru olmazdımı ki, vəsf olunan, ümumiyyətlə yaradılan o obrazlara, yəni ədəbiyyatdan seçsinlər öz kumirlərini deyək və ya bənzəmək istədikləri şəxsiyyətləri. Bunun üçün nə etmək lazımdır? Ümumiyyətlə bu prosesi necə həyata keçirək ki, elə olsun? Ədəbiyyatdan deyiriksə Sevinç xanım, biz körpəlikdən birincisi anaların üzərinə böyük yük düşür. Körpəlikdən o övladlarımıza oxuduğumuz laylalar var ki, onlar bizim folklorumuzdan gəlir də. Oradan başlayır. İlk toxumlar o sevgini oradan vermək lazımdır. Gör necə gözəl sözlərdir o laylalarda. Layla dedim yatasan, şirin yuxu tapasan, qızıl gülün içində şirin yuxu tapasan və yaxud deyir ki, Layla dedim ucadan, səsim çıxdı bacadan, Allahım səni saxlasın, çiçəkdən qızılcadan. Ən qədim laylalarımızdan da bu nümunə deyirəm. Yəni bu ananın övladına olan xoş arzularıdır, diləkləridir ki, övlad onu eşitmir bəlkə də eşidir, amma başa düşmür axı lap körpə vaxtından. Amma şuur altı ana ona öz sevgisini ötürür, öz məhəbbətini ötürür. Və bu şəkildə böyüyən uşaqlar mən inanıram ki, cəmiyyətdə belə deyək də o sevgi ilə doyaraq böyüyənlərdir ki, hansı ki ona nə qədər nifrət görsə də, o nə qədər kin görsə də, pislik görsə də, onun içərisi daxili pislənmir. Çünki onlar ana mərhəməti görürlər. Bəli. Ana məlahətini eşidən insanlar, ümumiyyətlə ananın həqiqətən də məlahətli səsi övlad üçün və gələcəyinin ən böyük açarıdır. Yəni mən ona görə deyirəm ki, Azərbaycan ədəbiyyatı həqiqətən bir dəryadır. Şəxsiyyət formalaşdırmaq üçün çox mükəmməl yöntəmdir ədəbiyyatımız. Baxın o laylalarla başlayır, nağıllarla davam edir. Artıq o nağılları dinləyən uşaqlar necədir? Beynində seçirlər. Bu düzdür, bu səhvdir, cırtdan, div mənfi obrazdır və başlayırlar o şəkildə formalaşmağa. Və maraqlı məqam da budur ki, sizin sözünüzə qüvvət, həqiqətən də onlar artıq o sevgi, ananın səsi ilə o sevgini hiss eləyirlər, duyurlar və o necə deyim sizə, o ruhuna hopur, uşağın ruhuna hopur. Sevgidən ac qalmırlar onlar. Böyüyəndə də kin olmur ürəklərində, nifrət olmur, paxıllıq olmur. Həyatda belə deyək də ən sevmədiyim xüsusiyyətlərdən biridir bu paxıllıq. Amma Həqiqətən. gəlin belə bir şey deyək. Bu gün bu sadaladıqlarımız sanki insanı daha çox humanist edir. Bəli.
Humanist insanlar da daha çox əziyyət çəkirlər. Mütləq şəkildə. Biraz Amma da mən razıyam. möhkəmlik qatsaq bura, yəni biz ana olaraq Güc. təbii ki, bəli, hə, o obrazlarda güclü. Yəni qadının daima savaş deyil. Yəni mən sevmirəm qadın savaşçı rolunda olsun. Çünki qadın əgər mübariz adını üzərinə götürürsə, həyatı daima o mübarizə ilə keçir. Qadın bəli, həlimliyi daima üzərində Zərif. gəzdirməlidir. Bəli, o zərifliyini qorumalıdır ki, o güc yansıtmamalıdır da. Güc göstərirdisə, elə hər kəs onun qarşısına güc savaşı kimi çıxacaq, savaşı ilə çıxacaq. Ona görə qadın elə zərifliyini qoruyub saxlamalıdır. Təbii ki, zəifliyi göstərməmək şərti ilə. Bir sual verəcəm. Əslində biz bu gün hamımız, yəni bizim nəsil Sovet dövrünün yetişdirdiyi qadınların əllərində böyümüş nəsilik, yəni. Bəs bizə onlardan nələr keçdi? Sovet dövründə qadınlar necə idi? Necə yetişdirildi? O obrazlar necə obrazlar idi? Mən bunu hər dəfə elmi məqalələr yazanda da yazmışam. Sovet dövründə sanki insan yox, hiss yox, işçi insan var idi. Yəni o dövrdə belə deyək də, konkret olaraq hisslərdən daha öndə olan bir şey var idi. O da işçi. Qadın, işçi kişi. Məsələn, mənim anamla, o da Sovet dövrünün yetişdirməsi olduğu üçün məsuliyyət, hədsiz insan hədsiz məsuliyyətlidir. Yəni heç vaxt belə deyək, onun üçün necə deyim sizə, hər hansı bir işin öhdəsindən gəlməmək mən deyərdim ölümə bərabər bir. Amma bu deyil məncə. Həyat bu deyil. Həyat hamımıza bir dəfə verilib və heç də ölüm deyil hansısa bir işin öhdəsindən gələ bilməmək. Mən bu gün bunu bacarmadımsa, yəni bu o demək deyil ki, mən zəifəm və yaxud da ki, mən məsuliyyətsizəm. Bunu bacarmadımsa, deməli mən ona qadir deyiləm. Yəni bunu o qədər də qeyri-adi, o insana daha da çətinləşdirirdi məncə həyatı. Bu gün bəli, məsuliyyətimiz də var. Müəyyən məqamda belə deyək də, o özümüz də işçi xanımlarıq. Hər birimizin özünə uyğun işləri var, çatdıra da Amma bilirik. yalnız əməyə önəm vermirik də, eyni Bəli. zamanda bir qadın olduğumuzun Bəli, fərqindəyik. bəli, yaşam tərzimizə də, həyatımıza da, övladlarımıza da vaxt ayıra bilirik. Yəni mənim yadıma gəlir, biz uşaq olanda anam o məktəbdən gətirdiyi müəllimə idi o da. O dəftərləri yoxlamamış bizə vaxt ayıra bilmirdi. Amma bugünkü gün artıq biz hər şeyi özümüz bölə bilirik. Mənə elə gəlir ki, əvvəlki kimi deyil. Bir də Sovet dövründə o yaranan obrazlara baxdıqda isə belə deyək də, cəmiyyətdə olan o naqislikləri deyim, cəmiyyətdə olan o problemlər nə qədər də çox olsa, onu hamı ört-basdır eləməyə çalışırdı. İndi amma belə deyək, hamı hamının eybini axtarır ki, o eybdən danışsın. Halbuki Bəli. hər kəsin özündə də var o eybdən. Mütləq şəkildə. Mən bayaq söhbətimizin əvvəlində nə dedim? İdeal insan yoxdur. Bəli. Hamıda qüsur var. Yəni dərinliyə getsək, ən böyük qüsur bəlkə də o danışanlardadır. Və öz qüsurlarını pərdələmək üçün, öz qüsurlarını özlərinə belə deyək də normallaşdırmaq üçün digərlərinin qüsurlarından danışırlar. Və bu da bilirsiniz, mənim üçün bu həyatda bağışlanılmaz şey istər qadınlarda, istər kişilərdə fərq eləmir. O paxıllıq xüsusiyyətləridir ki, arxasınca danışır, paxıllıq eləyir. Bayaq dediyim kimi, məncə paxıl insanlar yetərsiz insanlardır. Onlar nə isə yetmir, onlarda nəsə çatışmayan detallar, çatışmayan xüsusiyyətlər var ki, onlar başqasının paxıllığını çəkir. Bu yaxınlarda bir psixoloqdan eşitdim bunu. Bir qonağımız idi psixoloq. Deyir ki, paxıl insanlar əslində sizin nə qədər güclü olduğunuzun fərqindədirlər. Bəli. Və deyir, onlar eyni zamanda da tənbəldirlər. Sizin hər dəfə bir uğurunuz onları içdən tərpədir ki, dur sən də bunu et, yaxı sən də bacararsan və özlərinin o tənbəlliyi icazə vermir durub o işi görsünlər. Ona özlərinə gücləri çatmır, amma sizə gücləri çatır. Sizin paxıllığınızı çəkməyə və sizi geri çəkməyə. Amma təbii ki, bu ancaq özlərinə qalır. Yəni və paxıllığın törətdiyi fəsadlar çox böyükdür. Paxıl insanlar həqiqətən bu həyatda ən pis şeyləri də biləcək
vəziyyətdədir. Və sizə bir şey də deyim mən. Həqiqətən Sevinç xanım, istər-istəməz insanın üzünə də yansıyır o. Bəli. Həqiqətən içi gözəl olan insan, mən bunu həmişə deyirəm, hər yerdə də deyirəm ki, içi gözəl olan insanın üzü də gözəl olar. Söhbət onun cizgilərinin gözəlliyindən getmir. Üzündə nur olar. Bəli. Elə bir insan olar ki, məsələn, burnu böyükdür, məsələn deyirəm, nümunə üçün, dodağı gözəl deyil, gözləri gözəl deyil, ayrı-ayrılıqda. Amma o qədər üzündə gözəl nur var. Onun ürəyi o qədər təmizdir ki, o təmizlik, o ürəyinin saflığı üzünə vurur, o cizgilərinə vurur. Bəli. Ona görə də yəni məncə elə bütün insanlar ürəyini təmiz saxlasa yaxşıdır. Bəli, haqlısınız. Sovet dövrünün yetirdiyi qadınlar barədə yekunlaşdıraq fikri, sonra keçək növbəti mövzularımıza. Mən düşünürəm ki, o dövrdə qadınlar həddindən artıq qayğıkeş idi. Siz demişkən, o qədər əməyə fokuslanmışdılar ki, o qədər Bəli. sanki bilirsiniz, onlara bir hesabat kəsilmişdi ki, bu işləri görməlisən və yəqin ki, sizdə də elədir. Yəni əgər ananız eynilə mənim anam da Bəli. həmin dövrün xanımları olduğu üçün bir mükəmməliyyətçilik Bəli, mütləq. mütləqdir və həmişə deyirəm, biz otaqda baxırdıq. Əgər biz yatağı yığanda örtük əyri olardısa, onu belə təzədən qaytarıb düzəltdirirdi ki, o mütləq düz olmalıdır. Yəni o qədər siz demişkən əməyə çox önəm vermələri gəlir, burada da özünü göstərirdi. Amma sizcə indi daha yaxşıdırmı? Əm, İnandırım sizi Sevinç xanım. Mən bəzən onu fikirləşirəm, soruşuram ki, əvvəllər yaxşı idi, yoxsa biz indi yaxşıdır. Hələ də beynimdə müəyyən o tərəddüdlər var. Amma mənə elə gəlir ki, elə o dövrdə də, bu dövrdə də fərqi yoxdur. İnsan belə deyək, düzgün yoldadırsa, düzgün istiqamətlənirsə və kifayət qədər əməyə fokuslanıblar. Amma necə olub? Nəticədə bizi yetişdirir. Mən şəxsən nağıl da eşitmişəm, anamdan laylalar da eşitmişəm. Kifayət qədər belə deyək də oxumuşam da. Yəni bunu da çatdırıblar da. Mən ona görə deyirəm ki, Azərbaycan xanımlarının böyüklüyü ondadır ki, hər şeyə yetirlər, hər şeyə çatırlar. Sadəcə olaraq qeyd elədiyim kimi, xanım kimi xanımlar. Yəni o başqasının özünə rəva bilmədiklərini başqasına da rəva bilmirsə əgər, bu əsl xanımdır. İstəyir Sovet dönəmində olsun, istəyir indi olsun. Nə baş verdi Aytən xanım? Nə baş verdi ki, biz başladıq eyibləri açıq-açıq göstərməyə. Biz başladıq bu gün sosial proqramlara baxırsınız. Mən çalışıram ki, hər proqramımızda o mövzulara mütləq toxunum. Bu gün sosial proqramlarda, yəni televiziyalarda qadın obrazları çox həqiqətən də sözün əsl mənasında bərbad vəziyyətdədir. Misal üçün, bir qadına yaraşarmı? O övladının atasını axtarır. Bir bəyə yaraşarmı? Gəlir ki, mən bilmirəm uşağımın atası kimdir və bunlar ailə daxili məsələlərdir. Heç ailə daxili məsələlər də olmamalıdır əslində. Amma biz bu gün doğrudan da hansı ara bu vəziyyətə gəlib çatdıq ki, bizim Azərbaycan qadını, Azərbaycan kişisi efirdən bu uşağın atası mən deyiləm deyə şübhələnir və qadın da qətiyyən etiraz etmir, bunu yoxladaq deyir. Yəni nə baş verdi ki, bu durumlar çıxdı ortaya? Yəni həqiqətən Sevinç xanım, haqlı olaraq bu mövzuya toxunursunuz. Yaralı yerlərimizdən biri də budur. Bilmirəm nədəndir bu reytinqlər məhz o verilişlərdə daha yüksək olur. Yəni çox pis vəziyyətdir bu. Yəni Qeybətə meylli xalqıq, yəni bəlkə də ondan irəli gəlir ki, bir başqalarının həyatları bizə hər zaman maraqlı olub sanki. İndi necə olacaq və bu serial kimi bitməz, tükənməz bir ailənin hekayəsi bitir, digər ailənin hekayəsi başlayır və nədir? Maarifləndiririkmi? Xeyr. yox, əksinə. Bəli. Əksinə belə deyək də xalqın zövqü korlanır. Xalqın zövqü korlanır. Sanki xalq özü bunu istəyir. Yəni məsələ də burasındadır ki, o müəyyən bir dövrdə görünür zövq korlanıb. Bəlkə bundan sonra artıq belə deyək də indi maarifləndirici verilişlər olsa, bəlkə bundan sonra düzələcək. Ona ümid eləyək sadəcə. Biraz da danışaq müasir ədəbiyyatdan. Müasir ədəbiyyatda, yəni günümüzdə sizcə yazıçılar bizim istədiyimiz o qadın obrazını yarada bilirmi?
Ümumiyyətlə, hal-hazırda kifayət qədər o yazarlarımız var. Sadəcə olaraq məsələ burasındadır ki, istənilən halda mənfi xüsusiyyətləri ilə verilən qadın obrazlar deyək də, tək indi yox, hələ tarixində, bu Sovet dövründə də belə olub. Mənfi xüsusiyyətləri ilə verilən qadın obrazları birmənalı qarşılanmadığı kimi, yəni təbii ki, bayaq qeyd elədik də Bəli, söhbətimizin əvvəlində real həyatdan görür və bunu əks yaradır. etdirir, bəli. Rəhmətli Cəfər Cabbarlının bir əsəri yadıma gəlir. Onun həyat yoldaşı Sona xanımın xatirələrini oxuyanda orada çox maraqlı bir məqam qeyd eləmişdi Sona xanım. Deyir bir gün evdə oturmuşduq, Cəfər də evdə idi. Belə yazır xatirələrində. Deyir birdən qonşu arvad gördük qapını möhkəm döyür. Deyir qapını açdıq və gördük ki, orada qonşumuzda yaşayan bir yaşlı qadındır. Qadının adını xatırlamıram. Almaz əsərindəki Fatmansə obrazını, orada qeybətçil arvad Bəli. obrazı, bax həmin obrazı Cəfər Cabbarlı Almaz əsərində yaradıb. Sırf həmin kənddən olub o xanım da. Deyib mən Cəfərdən incimişəm. Niyə mənim axı obrazımı deməli əsərində niyə mənim obrazımı yaradıb? Və yəni bu şairin qüdrətidir ki, olduğu kimi orada tərənnüm edib, Və o da təsvir onu eləyib və onu bəli, tanıyıb. bəli. O arvad onu tanıyıb. Yəni təbii ki, bu real həyatdan gələn obrazlardır. Bu sözsüz, bu bir yana. Sadəcə olaraq bilirsiz necədir? Kifayət qədər var. Ədəbiyyatımızda bu obrazlar var. İstənilən halda bu yaxınlarda elə təyyarə qəzasında Allah bütün şəhidlərimizə, qəhrəmanlarımıza rəhmət eləsin. Hökümə xanım, elə bu yaxınlarda onun bir haqqında kitab da yazıldı. O kitabın da təqdimatında olduq biz. Yəni yansıdırlar yazarlarımız bunu. Sadəcə olaraq cəmiyyətdə o qədər xaos var ki, bugünkü gün, o qədər qarışıqlıq var ki, insanların xarakterində o qədər qarışıqlıq var ki, yəni tanımaq olmur. Kim nədir, necədir? Məsələn, mən bir belə deyək də, ədəbiyyatçı kimi, mən bir yazar kimi deyim ki, bədii əsərdə bir obraz, bir xarakter yaradıramsa, təbii ki, necə deyim, onu çalışaram elə tərənnüm eləyim, elə təsvir eləyim ki, gənc nəslimiz oxuyanda ondan nəsə nümunə götürə bilsinlər. Və amma görüm cəmiyyətdə o obrazı tapa bilirəmmi? Cəmiyyətdə o real obraz varmı ki? Əvvəldə də dediyimiz kimi, Bəli, bəli. varmı ki? Görmək istədiyimizi bəzən, Bəli. Nə qədər romantik sənətkar olur olsun, nə qədər romantik yazar olur olsun, istənilən halda müəyyən o real detallar olacaq mütləq şəkildə. Və xanımlar da indiki qadınlarımız da cəmiyyətimizdə olan istər bizlə yaşlı olsun, istər bizdən balaca olsun yaşca. İndi böyüklər başımızın tacıdır, böyüklərimiz də onlara söz deyə bilmirik. Amma mən sadəcə onu demək istəyirəm ki, bu qadınlarımız o daxilən o daxilini nə qədər qorusalar, insaniyyətini nə qədər qorusalar, təmiz saxlasalar, o qədər də cəmiyyətimiz gözəlləşər. İnanın ki, gözəlləşər Sevinç xanım. Həqiqətən bu İnanıram, belədir. amma dediyimiz kimi də bizim də əlimiz yetdiyi qədər çalışırıq ki, Çalışırıq. buna dəstək olaq. Yəni bu gün biz qadınlar elə bilirik bəzən Bakıda elə gördüklərimizdən ibarətik. Əslində əlimiz çox da çatmır regionlardakı xanımlara ki, onlar bəzən əziyyət çəkir, onların belə deyim, bizim qədər şanslı deyillər. Belə deyək, bu həyatda şanslı qadınlar ola bilər, həyatda nələrsə doğru getmir, amma şanslıdır. Şans özünü tapa bilmək də eyni zamanda şans düşünən beyninin olmağıdır. Şans mental sağlamlığının fərqində olmaqdır. Şans elə bu gün bilmirəm, düşünürlər ki, gözəl həyat, maşın, gözəl ailə, Maddi bunu durum. maddi durum, bəli. Yəni səyahətdədir, geyinir, keçinir, bunlar deyil. Elə biz əgər bu gün fərqindəyiksə ki, biz paxıl deyilik. Bəli. Biz əgər fərqimizdəyik ki, bizə maraqlı deyil başqa qadınların lüks həyatı. Hansı qadın Çətinliyi də bəli, maraqlı deyil. bəli, Yasemin. heç bir Onun şəkildə. sadəcə halına acıya bilərəm mən. Ən yaxşı halda. Məsələn, bir insan bir çətin bir vəziyyətdədir, xəstələnib və yaxud da ki, heç xəstəliyi deməyək, hər hansı bir çətin bir durumdadır da, belə deyək. Onun o çətin durumda olması mənə xoş gəlirsə, mən insan deyiləm. Əlbəttə. Mən onda insan, mən şəxsiyyət deyiləm.
mən deməli ən şərəfsiz varlığam ki, həyatda. Yəni mən bir insanın çətin vəziyyətdə olmağından istifadə eləyirəm. Və region məsələsini deyim, mən bildiyiniz kimi regionlardan birində də ali məktəblərdə dərs deyirəm Hə. və tələbələrimin çox böyük əksəriyyəti xanımlardır. Qruplarda çoxusu qızlardır. Sevinç xanım, inandırım sizi, mən yəni orda həqiqətən dincəlirəm, zövq alıram. İstəyir iş kollektivi baxımından, istəyir dərs dediyim o müəllim kimi zövq alıram o qruplarda. Fitnə fəsadsızdılar ona görə. Həqiqətən. Bəli. Yəni baxın, bugünkü gün iş yoldaşlarımın adını çəkmək istəmirəm. Məsələn, regionda işlədiyim, belə deyək də, təhsil müəssisəsində həqiqətən mən özümdən vəzifəcə yüksək bir neçə xanım var ki, həmişə mənə dəstək olublar. Həmişə yollarımı açırlar. Hər hansı bir şey olur, həmən anında Aytən xanımdan soruşaq, Aytən və vəzifəcə məndən böyükdülər, yaşca da məndən böyükdülər. Amma o qədər ürəkləri saf və təmizdir ki, bir neçə xanımdır yəni. İnsani keyfiyyəti yüksək olan Bəli. insanlar hər zaman doğrudan Bəli. da elə olurlar. Yəni Ona onlara görə fərqi yoxdur. region Məndən olsun, və bəli. təbii ki, o elədir. Qadın qadının yurdudur deyə bir ifadə vardı. Bu gün nə qədər yurd ola bilirik bir-birimizə sizcə? Nə təəssüf ki, o qədər də çox deyil. Nə təəssüf ki. Yəni xüsusilə son dövrlərdə yaşadıklarım onu mənə göstərdi ki, hətta elə insanlar, elə qadınlar var ki, gözləyir ki, yıxılasan, Bəli. bir təpikdə vurub keçsin. Evet. Yəni bu çox belə acınacaqlı haldır. Bəli. Çox, amma belə deyək də, pis məqamlardan biri də odur ki, bunu özünə nöqsan bilmir və kənardakının daha böyük qüsurunu qabartmağa çalışır. Daha böyük qüsurunu göstərməyə çalışır. Halbuki, yəni sən dünən bu idin. Deyir ki, mənə həmişə deyirlər ki, Aytən xanım, məsələn, siz bunu sizə qarşı mənfi hərəkət eləyən və yaxud da ki, sizə qarşı haqsızlıq eləyən insanı niyə axı, niyə də, niyə? Bax, məsələn, qızım da studiyadadır, indi eşidir özü. Həmişə mənə deyir, niyə o axı sənə haqsızlıq elədi? Sən niyə? Deyirəm, it məni dişləyəndə mən onu dişləmirəm. Yəni belə insanlara mən cavab vermirəm. Allah özü görür ki, mən heç bir insana səhv eləmirəm. Heç bir insana pislik eləmirəm. Mənə pislik eləyən insandan belə intiqam almağı düşünmürəm. Hər şeyi Allahın öhdəsinə buraxıram. Təbii ki. Və bu mənim həyatda özüm üçün bir fərd kimi mənim ən yaxşı, ən qürur duyduğum məqamımdır ki, mən mənə pislik eləyən insanlara pislik eləmirəm, heç nə də düşünmürəm. Allah özü görür. Məncə elə bizi birləşdirən bu xüsusiyyətlərdən biridir ki, biz eyni fikrə, eyni düşüncəyə qulluq edən insanlarıq. Yəni eyni ilə düşünürəm. Dostluğumuz deyirsinizsə, bizi birləşdirən o məqamlar deyirsiz, Sevinç xanım. Yəni bir insana gözəl bir söz deyirsənsə, bəlkə də o elə bir vəziyyətdədir, elə bir çətin bir durumdadır ki, siz o gözəl, xoş söz deməklə onu necə deyim, o çətin vəziyyətdən sanki əl verib çıxardırsınız. Və siz o xanımlardansınız, üzünüzə demək olmasın, həqiqətən. Təşəkkür edirəm. O çətin məqamda mən sizə bayaq da dedim də, bu son dövrdə yaşadıklarım, cəmiyyətdə gördüklərim, o çətin məqamda o bir kəlmə sözlə xanımlara dəstək olmaq bacaran insansınız siz. Bax, bizi birləşdirən odur. Təşəkkür edirəm. Ümumiyyətlə bu ali vəzifələrimizdən biri olmalıdır. İnsanı biz ümumiyyətlə həyatda xoşlayırıq vəzifə baxımından pillə-pillə qalxmağı. Öncə insani keyfiyyətlərimizi o vəzifə halına gətirməliyik ki, mən insani baxımdan hansı vəzifədəyəm? Yəni illah da bizi kimsə hansısa vəzifəyə təyin etməməlidir. Biz özümüzü hansı vəzifədə, hansı yerdə görürük və biz hansı səviyyədəyik, onu bilməliyik. Bugün birinin, bəli, bir qadının başına gələn hər qadının başına gələ bilər. Bugün sosial şəbəkənin iyrənc şəkildə inkişaf etdiyi bir dönəmdəyik biz. Yəni sözün əsl mənasında iyrənc şəkildə. Ona görə, bəli, qadınların yanında olmaq lazımdır. Hə, var. Səhv edən qadın da var. Amma gəlin açıq danışaq. Hansı qadın rahatlıqdan özünü çətinə salar? Heç bir qadın
Xoş rəftardan qaçmaz. Heç bir qadın hər şey gözəl olarsa getməz. Hə, əzm göstərər. Azərbaycan qadını həmən qaçan qadın deyil. Bəli. Çətinlikdən qaçım canımı qurtarım deyən qadın deyil. Ən pisimiz də elə deyil. Biz valideynlərimizdən çətinliyə dözdüklərini görərək böyümüşük, elə deyil? Hə, düzdür, bu yaxşı şey deyil bəzi hallarda, amma yenə də bilirsiniz, içimizdə bir rahatlıq Ailə. olur ki, həmən Bəli. qoyub qaçmadım. Mən mübarizə apardım. Çünki siz bayaq da qeyd etdiniz, o vicdanımız gərək bizim rahat olsun. Mən sevmirəm ümumiyyətlə tədbirlərdə oluram, bəzən dururlar. Biz qadınlar güclüyük, bir pafoslu şeylər. Bunu demək, bağırmaq lazım deyil. Biz Güclü onsuz yox, da güclüyük. xoşbəxt olaq. Bəli, Bəli. bəli. Biz savaşda deyilik. Həqiqətən həyat sınaqlarla doludur Yəni, və istənilən addımda heç kəs heç nədən sığortalanmayıb. Hamının həyatında hər şey ola bilər. Ən önəmli odur ki, bağışlamağı bacaraq və həyatımıza belə deyək də daha gözəl hisslərlə, duyğularla davam etməyi bacaraq. bizə gözəl ürəkli qadınlar lazımdır. Bəli. Bizə cəsarətli qadınlar lazımdır. Bizə nə olur olsun yıxılmayan qadınlar lazımdır. Biz onlardanıq və bu gün nə qədər elə qadın tanıyıram və mən qürur duyuram qadınlarla və bunu hər kəs bacarar. Bəzən yazırlar bizə ki, sizə demək asandır. Hı -hı. Paylaşım edirik, həmən direktə yazırlar. Sevinç xanım, sizə demək asandır. Kimsə kiminsə hansı çətinliklərdən keçərək nələr əldə etdiyini görmür. Bəli, cəsarətliyik ki, hər şeyə sinə gərib bu gün bu gözəl obrazları ortaya qoya bilirik. Saxta deyil. Sözün Bəli. əsl mənasında qadın obrazını ortaya qoya bilirik. Əgər biz bu gün burdan ətrafımıza neçə qadın toplaya biliriksə, biz bu gün bir tədbir edəndə onları ora yığıb maarifləndirə biliriksə, söz haqqı veririksə və onların bu gözəl sözlərini cəmiyyətə çatdıra biliriksə, bu bizim arxamızda kiminsə durmağı deyil. Bu bizə dəstəkçilər var demək deyil. Bu bizim cəsarətimizdir ki, bunu hamı bacarır. Sadəcə tənbəllik etməyin. Atdığımız hər addımın arxasında o yuxusuz gecələr, o çətin anlar, o necə deyim, stresslər, ağrı, acı, göz yaşı hətta dayanır. Bunu bir mənalı bilirəm ki, dayanır. Amma qeyd elədiyim kimi, məsələ nə o vəzifə deyil, Sevinç xanım, nə pul deyil, nə heç nə deyil. Məsələ insanlıqdır. Bəli. O vəzifənin və yaxud da ki, o hansısa bir maddi durumun daha yüksək olması bir insanın insanlığına dəlalət eləmir ki. Bəli. Əgər bugünkü gün, yəni bu gün real danışaq da, vəzifəyə getmək çox asandır. Əlbəttə. Yəni bunu istənilən halda hər kəs eləyə bilər. Məsələ orasındadır ki, görüm o siz bayaq dediyiniz o pillə məsələsi var. O siz onu danışanda bayaq gözümün önünə bilirsiniz nə gəldi? Hürufilərdə şəriət, təriqət, mərifət, son mərhələ, mərifət Bəli. mərhələsi. Daxili Bəli, mərhələlər, bəli, o insani. mərhələləri keçimi. Məsələn, görüm bir insan o mərhələlərdən neçəncədədir? Hansındadır? Mən şəxsən bir insan kimi, müəllim kimi demirəm. Yəni kifayət qədər sevilən müəllim olmuşam, kifayət qədər cəmiyyətdə də azdan çoxdan tanıyırsınız, bilirsiniz, hörmətim olub. Amma mən heç vaxt demirəm ki, mən ideal insanam və yaxud ideal qadın obrazıyam. Xeyr, heç də belə. Mənim də özümə görə səhvlərim olub, mənim də özümə görə yanlışlarım olub və bu səhvləri ört-basdır eləməmişəm heç vaxt. Bu səhvləri kimdənsə gizlətməmişəm. O saman altından su yeritmək var. Bu səhvləri saman altından su yeritməmişəm. Mən səhvlərimi eləyəndə də siz dediyiniz o cəsarətli qadın kimi o səhvlərin arxasında durmağı bacarmışam. Və cəmiyyətdə də bu gücü mənə verən ailəm olub, atam olub, anam olub. Mən nə qədər səhv eləsəm belə, mənim evdə, ailədə məsələn, anam da, atam da səhvimi üzümə də deyib, hətta anam deyirəm, həmişə deyirəm ki, indi deyirlər uşaqları döymək olmaz. Amma valla mamam bizi döyürdü vaxtında. Elə döyülə-döyülə böyümüşük. Yəni o cəzanı da görmüşəm. Amma səhvimi heç vaxt ört-basdır eləməmişəm, gizlətməmişəm. O deyirlər, o belə kişi qızı kimi etiraf eləməyi də bacarmışam. Arxasında elədiyim səhvin arxasında durmağı. Cəsarət odur.
Bəli, o İnsan cəsarət odur. uşaqlıqdan ya qorxaq böyüyürsə, ya cəsarətli. Cəsarətli böyüdür. Bəli, Sən ona görə də demirsən, bəli. qorxaq böyüməkdənsə, cəsarətli olmaq lazımdır. Təbii ki, onu da Bəli. ailə verir. Bir cəsarəti, ümumiyyətlə cəsarəti bir insana yalnız ailəsi verə bilər. Ona görə də Yalnız. yəni səhv eləyən xanım belə, səhv eləyən insan belə məncə təcrid olunmamalıdır. Əksinə dediyim kimi, biz onlara dəstək olmalıyıq. Biraz da gənc qızlardan danışaq. Elə proqramın sonuna yaxındır. Bu gün gənclər ədəbiyyata daha çox maraq göstərir. Özünüz də şahidsiniz buna. Gənclərə nə tövsiyə edirsiniz? Daha çox nə cür kitab oxusunlar? Ümumiyyətlə kitabdanmı götürsünlər bu qadın obrazını? Daha çox gənc xanımları deyirəm. Və ya nə etsinlər ki, o xanımlıqlarını qoruyub saxlaya bilsinlər? Birincisi Allah bütün gözəl xanımlarımızı, o gənc qızlarımızı xoşbəxt eləsin. Hamımızın övladımız var. Və mən öz övladlarıma nə arzulayıramsa, cəmiyyətdə o bütün qızlara, bütün övladlara da onu arzulayıram. Və Sevinç xanım, nə etsinlər, seçici olsunlar. Çox diqqətli olsunlar. Cəmiyyətimiz həqiqətən başdan-başa çirkabla, belə deyək də, o qarışıb deyəkmi və məsələ burada nə qadın, nə kişi ondan getmir. Ümumilikdə insanlıqda müəyyən o problemli xüsusiyyətlər çox üzə çıxıb. Bəli. Ona görə də mən elə tələbələrimə də, şagirdlərimə də həmişə deyirəm ki, çalışın ki, müəyyən qədər müşahidə eləməyi bacarasınız. İstəyir, bəli, ədəbiyyata maraq var bu gün də, mən bunu həmişə də deyirəm. Kifayət qədər oxuyurlar da, şeirə də, poeziyaya da maraq var. Çünki valideynlər bəzən belə deyək, sözünüzü unutmayın, çox xahiş edirəm. Valideynlər bu gün kifayət qədər övladları ilə söhbət etmirlər. Bəli. Ona görə uşaqlar ya seriallara qaçır, ya kitablara. Ümid edirəm kitablara daha çox meyl edəcəklər, amma seriallara da, filmlərə də baxırlarsa, oradan yaxşı xüsusiyyət götürəcəklər. Elə mən Valideyn, bəli. Bəli. Elə mən o sözümü ona da gətirmək istirdim ki, yəni bu qızlarımız, gənclərimiz ola bilər həyatda dediyim kimi hər şey ola bilər. Amma müəyyən bir təcrübəli insanlarlamı bölüşməlidirlər və yaxud demirəm ki, rəfiqə yaxşıdır və ya bu başqa bir mövzudur. Sadəcə olaraq bu güvəndikləri, cəmiyyətdə o doğru gördükləri xanımlar ki var, təcrübəli insanlar ki var, onlardan dəstək alsalar, fikir alsalar, məncə daha uğurlular və bu onların gələcəkdə o düzgün addım atmasına da rol oynayır. Məsələn, mən özümdən götürürəm ki, gənc vaxtlarımda mənim bir rəfiqəm var idi, həm də müəllimim idi. Allah ona rəhmət eləsin, bu yaxınlarda mən onu itirdim. Çox ağır keçirdim o prosesdə həqiqətən. Mən həmişə bir nəsə olan kimi qaçırdım onun üzərinə. Deyirdim ki, mənə nə deyirsiniz? Mən necə eləyim bu? Mənə deyirdi ki, Aytən, həmişə kişi beyni ilə düşün, amma qadın kimi qərar ver. Mənə həmişə onu deyir. Deyirdi, ağlınla düşün, ürəyinlə qərar ver. Yəni ona görə də gənc qızlarımıza mən xüsusilə demək istəyirəm ki, indi o qədər o mənliyini itirən insanlar var, kişilər var, qadınlar var cəmiyyətdə. Onları geriyə çəkmək istəyəcəklər. Müəyyən bir çətinliklər çıxacaq mütləq şəkildə. Bu danılmaz faktdır. Mən öz övladlarıma da bunu həmişə deyirəm. Amma maksimum dərəcədə gözü açıq və ayıq olmaq lazımdır ki, o çətinliklərdən çıxa bilsinlər. Təşəkkür edirəm Aytən xanım. Həqiqətən də o qədər gözəl mövzulara toxunduq ki, həm insani, həm ruhsal, həm mənəvi mənə xoş oldu. Mən hər proqramda qonaqlarımdan mütləq ki, nəsə öyrənirəm. Əgər mən sizinlə həmsöhbət olduğum an nəsə əldə edirəmsə, əmin oluram ki, artıq bizi izləyən xanımlar da burdan nəsə götürdü. Bəli, ən əsası cəsarətli olmağı yetər ki, bilsinlər, yetər ki, cəsarətli olsunlar. Çünki qadınların bacarmayacağı, öhdəsindən gələ bilməyəcəyi heç nə yoxdur. Bəli. Yəni biz qadınlarda hər bacarıq var, sadəcə biraz cəsarət lazımdır. Bəli. Mən qadınlarımıza onu diləyirəm. Sizə ayrıca təşəkkür edirəm. Minnətdaram. İzləyiciləriniz var. Bilirəm sizin də özünüzə məxsus gözəl kütləniz var. Onlarla sağollaşın, sonra mən sağollaşım izləyicilərlə.
Bir daha təşəkkür edirəm mən də sizə Sevinç xanım, dəvət elədiyiniz üçün. Çox maraqlı bir mövzu idi. Mövzu o qədər dərin və maraqlı idi ki, adam itib qalırdı içərisində, bilmirdi hansı fikri çatdırım, nəyi dedim, nəyi demədim bilmirəm. Amma ümumi nəticə olaraq onu deyim ki, sizə bəli, qadın cəmiyyətdə həmişə olub, dünən də, bu gün də var, sabah da olacaq. Və Azərbaycan xanımları, Türk xanımları həmişə belə deyək də, bütün o dünya xanımlarından hər mənada, mən bunu məsuliyyətlə deyirəm, hər mənada bir addım öndə olublar. İstəyir baxım olsun, istəyir bu yaxınlarda Türkiyədən də qonaqlarımız gəlmişdi. Həqiqətən deyir mən heyran qalıram Azərbaycan xanımlarına. Xanım deyə özü də müəllimədir orada. Çox böyük universitetlərdən birində də dərs deyir. Deyir mən heyran qalıram. Sizdə deyir həm hər şey gözəldir xanımlarda, xanımlıq başqa cürdür. Və mən bununla da qürur duydum ki, görün necə gözəl bizim xanımlarımız belə deyək də dünyaya səs salıblar hər baxımdan. Və istərdim ki, elə belə deyək də, mənim özümdən yaşca böyük olmayan, belə yaşı da olanlara və özümdən yaşca balaca olanlara bir daha onu deyim ki, xanımlığımızı unutmamaq üçün, xanımlığımızı göstərmək üçün ən vacib məqam insan olmağımızdır, gözəl insan olmağımızdır, içimizi, ürəyimizi təmiz saxlamağımızdır. Ona görə Allah bütün xanımlara heç kimin paxıllığını çəkməyəcək, heç kimin arxasınca danışmayacaq, heç kimin pisliyini istəməyəcək qədər gözəl günlər nəsib eləsin. O xanımlar o qədər xoşbəxt olsunlar ki, özləri elə başları öz xoşbəxtliyinə qarışsın və başqası haqqında danışmasınlar, başqası haqqında fikir yürütməsinlər. Bəli, gözəl xanımların duası da gözəl olur. Yəni əsla bəddua deyil, gözəl dualarla qarşı tərəfə cavab verə bilirlər. Dəyərli xanımlar, ümid edirəm ki, Aytən xanımla olan söhbətimiz sizdə də fərqindəlik yaratdı. Ən azından özünüzü kəşf eləməkdə bir balaca bizim də dəstəyimiz oldusa, nə xoş bizə. Özünüzə yaxşı baxın, görüşmək ümidi ilə.